Bismillahirrahmanirrahim. La ilahe illallahu vahdehu la şerike lehu ve lehu mulku ve lehamdu ve la ala kulli şeyin kadir. Subhanallahi velhamdülillahi ve la ilahe illallahu vallahu akbar. Ve la huvve la kuvvete illa billah alihu azim. Rabbi filli. Niyet ve isteklerde şirk. İxlas insanın sözlərində, əməllərində, niyyətdə və iradədə xalis Allah üçün edir. İbrahim aleyhissalamın hənif dini elə budur. Bu dindən başqası da qəbul edilmir. Həqiqi din də elə budur. İstək və niyyətdə şirkə gəlincə, bu sahili olmayan dəniz kimidir. Bu məsələdə şirkdən qurtaran çox az kimsə olur. Əgər bir kimsə əməli ilə Allahdan qeyrisini, razılığını güdərsə və ya hər hansı bir şeyi Allahdan qeyrisinə yaxınlaşmağa niyyət edərsə, Allahdan qeyrisindən mükafat diləyərsə, belə bir kimsə niyyətdə, istəkdə Allah Subhanahu wa Taala'ya şirk qoşmuşdur. İnsanlar etdikləri əməlləri ilə dünyanı qəsd edirlər. Riyada insan öz ibadətində maddi bir şey istəmir. Lakin bu ibadətdə isə insanlar dünya malını qəsd edirlər. Ahirətdə olan savabı və mükafatı düşünmürlər. Müəzzin azanı maaşı görə verir. Maaş kəsiləndə azan vermir. Dünya malını əldə etmək və vəzifə sahibi olmaq üçün elm öyrənir. Allahın əmri olduğu üçün deyil, sadəcə sağlamlıq üçün oruç tutur. Kafirlər odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir. Siz dünya həyatında pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bugün isə siz yer üzündə haqsız olaraq təkəbbürlük göstərdiyinizə görə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız. Əhqaf surəsi 20-ci ayə. Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada, dünyada tezliklə verərik. Sonra isə axirətdə ona cəhənnəmə məskən edərik. O cəhənnəmə qınanmış və qovulmuş bir vəziyyətdə daxil olar. Əl-İsra surəsi 18-ci ayə. Kim dünyanı və onun bərbəzəyini istəyirsə, biz ona əməllərinin əvəzini elə orada verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə ateşdən başqa bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar. Bütün əməlləri boşa çıxar. Hud surəsi 15-16-cı ayə. Ayə onu göstərir ki, Allah Azze və Cəllə kafir olanlara bu dünyada nemət verir. Lakin axirətdə isə onlar oddan başqa heç bir şey verilməyəcəkdir. Dünya həyatını nəfsi ilə istəyən əsasən kafirlərdir. Çünki onlar dünya üçün çalışırlar. Bu ayə ləfzən kafirlər barəsində olsa da, bütün insanlara, müsəlmanlara da aiddir. Muhammed bin Abdülvahhab rahimullah deyir, sələflər bu ayəyə əsasən insanları 4 qismə aid ediblər. Birinci, kiçik şirk edənlər, salih əməlləri ilə dünyanı qəsd edir. Əməli Allah üçün edir, lakin savabı axirətdə deyil, bu dünyada istəyir. Məsələn, Allaha namaz qılır, lakin bununla Allahdan sağlam bədən, ticarətin yaxşı olmasını diləyir. Qohumluq əlaqələri üçün, dünya üçün edir. O Allahdan savab, ateşdən qorunmaq istəmir. Allahın əmr etdiyi əməllər 2 qismdir. Birinci, o əməllərdir ki, insan əməl edir, çünki Allah onların edilməsini əmr edib. Lakin onlar üçün dünyada mükafat qeyd etməyib. Məsələn, namaz, oruc. Bunları etdikdə dünya mükafatlarını istəmək olmaz. Kim edərsə artıq şirk etmiş olar. Bu əməllərin mükafatı axirətdədir. İkinci, o əməllər ki, Allah edildiyi zaman
bu dünyada mükafat verəcəyini buyurmuşdur. Qohumluq əlaqələrinin möhkəmləndirilməsi, valideynlərlə yaxşı münasibət və s. Bu əməlləri edən kimsə yalnız bu dünyada olan mükafat üçün çalışsa, ahirəti unutsa, ahirət savabını düşünməsə, hətta əməli Allah üçün etsə belə şirkə düşmüş olar. Lakin həm bu dünyada, həm də ahirətdə qazanmaq üçün düşünsə, bu gözəldir. İkinci, insan hansısa salih əməlləri dünya mənafəti, mülkü üçün edir. Dini elmləri yalnız karyeri üçün öyrənir. Müəllim, direktor olsun. Dünya mülkünü çoxaltmaq üçün çalışır. Quran əzbərləyir ki, sonda bunun vasitəsilə Quran müəllimi məsciddə imam olub pul qazansın. Allah qorusun. Niyyət yoxdur ki, bunlarla cahillikdən qurtarsın. Cəhənnəmdən qorunsun. Cənnətə yaxınlaşsın. Yalnız niyyət budur. Zahirən xeyli görünsə də niyyət düz deyildir. Üçüncü, riya əhlidir. Etdiyi əməli yalnız insanların tərifini qazanmaq üçün edir. Salih əməllər edirlər, lakin onlar əvvəlcədən kafirdirlər. Kitab əhli, müşriklər və s. Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Qiyamət günü 3 sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. İlk öncə şəhid Allahın huzuruna gətiriləcək və Allah Subhanahu taala ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlərin müqabilində nə etmisən? O, sənin yolunda vuruşub şəhid olmuş deyə cavab verəcək. Allah isə ona belə deyəcək: yalan danışırsan, sənə qəhrəmandır desinlər deyə vuruşmusan. Onda artıq ona da nail olmusan. Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allah Subhanahu Taala'nın huzuruna gətiriləcək. Allah Azze və Cəllə ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlərin müqabilində nə etmisən? O sənin xatirinə elm öyrənib, onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam deyə cavab verəcək. Allah isə ona belə deyəcək: yalan deyirsən, sənə alimdir desinlər, həmçinin qaridir desinlər deyə elm öyrənmişsən, Quran oxumusan. Ona da artıq nail olmusan. Sonra əmr olunacaq, onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Sonra dünyada zəngin olmuş bir adam Allah Azze və Cəllənin huzuruna gətiriləcək və Allah Azze və Cəllə ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlər müqabilində nə etmisən? O, var dövlətimi sənin yolunda xərcləmişəm, sənin buyurduğunu yerlərə sərf etmişəm deyə cavab verəcək. Allah Azze və Cəllə isə ona belə deyəcək: yalan danışırsan, sənə nə səxavətli insandır desinlər deyə malından xərcləmişsən, ona da artıq nail olmusan. Sonra əmr olunacaq, onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Namaz əsnasında Allahdan dünyavi bir şeyləri istəmək qadağan deyildir. Əksinə icazəlidir. Lakin namazı dünyavi bir şey üçün qılmaq qadağandır. Namaz qılır ki, ruzisi artsın. Namaz qılır ki, sağlam olsun və s. Həmçinin digər ibadətlər də belədir. Dünyavi bir şey Allah üçün edilən bir şeylə qarışdırmaq olmaz. Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: dinarın qulu bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun, paltarın, zinətin qulu bədbəxt olsun. Beləsinin istədiyi veriləndə razı qalar, verilməyəndə isə qəzəblənər. Bədbəxt olsun, başı aşağı çevrilsin. Onun ayağına batan tikan belə çıxaran olmasın. Atının yüyəyindən tutaraq saçı, başı dağınıq və ayaqları tozlanan kimsəyə müjdələr olsun. Keçdikcə, keşikdə durduqda vəzifəsini yerinə yetirər. Qoşunun arxa hissəsindədirsə, üzərinə düşən edər. Halbuki insanlar nəzərində izin istəsə,
izin verilmeyen, vasitəçilik istəsə, vasitəçilik qəbul edilməyən birisidir. Elm əhli bu hədisi şərh edərkən ayrı-ayrılıqda izah etmişdir. Birinci, insanın dərdi dinar və dirhəmdir. Bütün bunları Rəbbinə ibadətdən üstün görür. Onun məyus və peşman olması da dinar və dirhəmə görədir. Dərdləri, fikirləri can atdıqları libaslardır. Bu kimi şeylər onu Rəbbini ibadətdən yayındırır. Onun yoldaşlığı, keyf halı bundan asılıdır. Dostluğu və düşmənçiliyi də buna görədir. Nə üçün o varlıdır, mən isə kasıb və s. Allah dünyanı sevdiyinə və sevmədiyinə də verir. Dini isə sevdiyinə verir. Belə bir sevgi insanı Allah qorusun dindən də çıxarda bilər. İkinci insan birincinin tam əksidir. O dünya üçün deyil, axirət üçün çalışır. Peyğəmbər sallallahu aleyhi və səlləm onu bir çox xeyirlə vəsf edir. Onun niyyəti Allahın adının yüksək olmasıdır. Onun üçün fərq etməz. İstər ön cəbhə olsun, istər arxa cəbhə. Onun üçün məqsəd birdir. Allahın adı yüksək olsun. Başı, gözü, saçı toz içindədir. Çünki bunların təmizləməyə belə vaxtı yoxdur. Pinti olduğu üçün deyil, Allahın dinini, müsəlman torpaqlarını qoruduğu üçün belədir. Həm də bu insan elə bir vəzifə sahibi, böyük bir insan da belə deyildir. Sadə bir insandır ki, məqsədi axirəti qazanmaqdır. Hara göndərsələr gedir, nə əmr etsələr boynuna düşəni edir. İnsanların gözündə aşağı olmaq o demək deyil ki, Allahın gözündə də belə bir kimsə aşağıdır. Əsla. İnsanın malı, dünyanı sevməsi, bu işdə dəridən qabağa çıxması, insanın bu şərəfli ömrünü zayi etməsidir. Onlar elə zənn edir ki, xoşbəxtlik yalnız pulun çox olmasındadır. Bölünmüş, yazılmış ruzini tələb etməkdə vaxtı zayi etməkdir. Ruzi artıq bölünmüşdür. Həris tamahkar insan isə məhrumdur. Sələflər deyərdilər, qədər haqdırsa, onda tamahkarlıq boş şeydir. Əgər xəyanət insanın təbiətində varsa, onda hər kəsi bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə, onda dünyaya da arxalanmaq axmaqlıqdır. İnsan bu ömründə uzə dərəcələri və əbədi nemətləri qazana bilərdir. Lakin bu dünya malını toplayaraq bu dünyanı qoyub gedir. Bu dünyada qoyub gedir. Hesabı özünə qalır, keyfi isə başqalarına. Cabir ibn Abdullah radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə Mədinənin aliyə tərəfində bazara daxil olduq. Ölmüş kiçik qulaqlı bir oğlaq gördük. Onun qulağından tutaraq buyurdu, sizdən kim bunu bir dirhəmə almaq istəyər? Sahabələr dedi, Allaha and olsun ki, o diri olsaydı belə onu heç kəs almazdı. Çünki qüsurlu oğlaqdır, qulaqları kiçikdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsizdirsə, dünya da Allah üçün o qədər dəyərsizdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, dünyanın axirətdəki durumu ancaq sizdə hər hansı bir kimsənin barmağını dənizə salıb çıxartdıqdan sonra nə çıxartdığına baxması kimidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, şübhəsiz ki, dünyanın məhv olması Allah üçün müsəlman bir kimsənin öldürülməsindən daha yüngüldür. Peyğəmbər sallallahu aleyhi və səlləm digər yerdə belə buyurdu, siz sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunlar gələcəkdə də ümid edə bilərsiniz. Allah and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram, lakin mən sizin üçün əvvəlkilərə dünyanın imkanlarını və geniş verdiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə bir-biri ilə yarışdıqları kimi sizin də yarışacağınızı və dünya onları necə həlak etdisə, sizi də həlak edəcəyindən qorxuram. Sələflər deyərdilər, sən fikirləşmə ki,
kasıblıq varlılığın olmamasıdır. Həqiqi kasıblıq dinin olmamasıdır. Ey bacım, ey qardaşım, sən tamahkar insanın yığdığı mala görə onu qibtə etmə. Sizin ona yazığınız gəlsin. O bu dünyada elə bir şeylə məşğul olub ki, sabah onu həlak edəcəkdir. Allahdan qeyrisinə, dünyaya, pula bağlandıqlarına, Allahı unutduqlarına görə də Allah da onları unudar və onları özlərinə həvalə edər. Allah unutduqları üçün Allah da onları özlərini unutturduğu kimsələrə bənzəməyin. Onlar fasiqdilərdir. Həşr surəsi 19-cu ayə. Ömər radiyallahu anh rəvayət etdi ki, bir gün Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına daxil oldum. O həsrin üzərində uzanmış, sonra o qalxıb oturdu. Onun əynində izardan başqa bir şey yox idi. Həsrin izi onun çiynində və böyründə qalmışdır. Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir sağ arpa, bir o qədər də akasiya ağacının qabığı və bir də aşlanmış dəridən başqa bir şey yoxdur. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu: Ey Xattabın oğlu, səni ağladan nədir? Mən dedim, ey Allahın Rəsulu, nə üçün ağlamayım ki? Mən görürəm ki, həsir sənin bədənini bu hala salıb, eyvanda da gördüklərindən başqa bir şey yoxdur. Qeysər, Rum imperatoru, Xosrov, Fars imperatoru cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın Rəsulu və sevimlisi olduğun halda, bu da sənin eyvanın. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, ey Xattabın oğlu, məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun. Başqa bir rəvayətdə isə, dünya ilə mənim işim nə? Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət oturan, sonra da oradan durub gedən bir süvariyə bənzəyir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu, dünya müminin zindanı, kafirin isə cənnətidir. Həqiqi azad insan kimdir? Dünya əlində edən, dünyanın qəlbinə salmayan kimsədir. Nə qədər dünya malı onda olarsa, onu əlində saxlayar. Dünya malını Allaha itaətdə xərcləyər. İmam Əhməd Rahimallahdan soruşurdu ki, insanda 1000 dinar olduğu halda zahid ola bilərmi? O, bəli, ola bilər. O kimsə, ey imam, bu necə ola bilər deyə soruşdu. O, artanda sevinmir, azalanda isə kədərlənmir. Tək olan Allaha ibadət edən insanın varlı da ola bilər, şərəfli də. Lakin bütün bunların əlində olar. Bunların heç birini qəlbinə salmaz. Çünki bütün bunlar dünyanın keçici zövqüdür. Mömin kimsə qəlbini yalnız Allah sevgisi, Peyğəmbər sallallahu aleyhi ve sellemlə itaətlə doldurur. Bu qəlb parçasını Allahdan qeyrisinə yönəltmir. Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var dövləti və oğul uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə çör-çöpə dönür. Kimisinin axirətdə şiddətli əzab, kimisinin də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. Əl-Hədid surəsi 20-ci ayə. Qadınlar, uşaqlar, qızıl, gümüş yığınları, yaxşı cins atlar, malqara və əkin yerləri kimi nəfsinin istədiyi və arzuladığı şeyləri insanlar gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür. Gözəl dönüş yeri isə Allahadır. Allahın yanındadır. Ali-İmran surəsi 14-cü ayə. Dünya həyatı isə aldadıcı həzdən, əyləncədən başqa bir şey deyildir. Ali-İmran surəsi 185-ci ayə. Dünya ləzzəti və faydası azdır. Lakin müttəqi üçün axirət daha xeyirlidir.
Nisa surəsi 77-ci ayə. Dünya malı axirət yanında yalnız cüzi bir şeydir. Ət-Təvbə surəsi 38-ci ayə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, kimin dərdi axirət dərdi olarsa, Allah barı onun qəlbində edər. İşlərini düzüb qoşar, dünyanın istəmədiyi halda ona gələr. Əgər kimin dərdi dünya dərdi olarsa, Allah kasıblığı onun qarşısında edər. Allah onun işlərini dağıdar. Ona dünyadan yazılandan başqası verilməz. Sələflər axirət üçün yaşayar, axirət üçün çalışardılar. Allah da onlara dünyanı istəmədikləri halda verərdi. Allah Azze ve Celle bizləri eşidib faydalan qullardan etsin. Allahümme əmin.